Bismillah, bürclərin 8 fevrala ən düz proqnozu. Qoç, bugün sürətli qərarlar uğur gətirəcək. İş və pul mövzusu aktivdir. Axşama doğru xoş xəbər var. Buğa, pul məsələsində rahatlama hiss edəcəksən. Gözlədiyin bir ödəniş və ya təklif gələ bilər. Səbirli ol. Əkizlər, danışıqlar, mesajlar və görüşlər ön plandadır. Bugün deyilən bir söz gələcəyini dəyişə bilər. Xərçəng, daxili səsin çox güclüdür. Maddi qərarlarda risk etmə, amma qorxma da. Balans tut. Şir, sənin günündür. Uğur, diqqət və şans sənin tərəfindədir. Pul və nüfuzla bağlı sevindirici hal mümkündür. Qız, plan qurmaq üçün ideal gündür. Sakit işləsən, yaxın günlərdə böyük nəticə alacaqsan. Tərəzi, sosial mühitdən fayda gəlir. Dost, tanış və ya gözlənilməz dəstək səni sevindirəcək. Əqrəb, karyera və status mövzusu ön plana çıxır. Səni izləyirlər, səhv etmə, amma cəsarətli ol. Oxatan, yol, xəbər və uzaqdan gələn fürsət. Bugün başlayan bir fikir gəlirli olacaq. Oğlaq, pul axını ilə bağlı dönüş nöqtəsi. Köhnə bir problem bağlanır, rahat nəfəs alırsan. Dolça, münasibətlərdə qərar günlüdür. Açıq danışsan, həm ürək, həm də iş tərəfi qazanacaq. Balıqlar, enerjin yüksəkdir. İşdə yüngülləşmə, sağlamlıqda yaxşılaşma və ruhən rahatlıq var.